Ötən gün axşam saatlarında Lənkəran, Astara və Balakən rayonlarına normadan artıq yağan yağışlar həyatı iflic edib, sel suları evlərin həyətinə dolub, təhlükəli ərazidə olan vətəndaşlar təxliyə edilib. Astaranın Ərçivan qəsəbəsində bəzi əraziləri su basıb, su basmış yerlərdən su çəkilərək kənarlaşdırılıb. Bəzi ünvanlarda isə köməyə ehtiyacı olan vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib. Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri görülən tədbirlər nəticəsində onu az yaşlı olmaqla ümumilikdə 30 vətəndaşı təxliyə ediblər. İntensiv yağışlar Lənkəranda da həyatı iflic edib. Sel suları həyətlərə dolub, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. İşə getmək olmur, marketə getmək olmur, heç yerə çıxmamaq olmur da, yəni bura. Mahalı suyun içindədir hal-hazırda. Çəkməklə gəzirlər. Həyətlər suyun içindədir hal-hazırda. Bizim əmim cinayəti dizə qədər su mümkündür həyətə düşmək. Həyətimizdə də su özləri də gördülər. Belədir. Saat elə 3-4 olardı elə beləsinə. Durdum, gördüm ona həyət elə suyun içində. Düzə kimidir. Sabaha kimi burada boy da vermir, elə yenə də qalxır elə. Çətinliklər əsasən şəhərin Zərifə Əliyeva və Səttarxan küçələrində müşahidə olunur. Zərifə Əliyeva küçəsində, Nizami küçəsində bütün yollar bağlıdır, maşın sürmək olmur. Çox çətindir vəziyyət, keçmək olmur. Gecə yarısından, yağışlar yağandan bütün kanalizasiyalar dolu, su basıb küçələr. Su basan ərazilərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Həyətlərdə yığılan yağış sularının çəkilməsi istiqamətində işlər davam etdirilir. Rövşən Almazoğlu, Diana Cəlali, Spice Xəbər, Lənkəran, Astara.